Hamıya salam. Bugünkü videoda biraz değingenliği edeceğim. Çünkü bu videoda yeni başlayacak olan Yeraltı serialından danışacağım. Tabii ki videoda biraz narazılıklar edeceğim. Serialın senaryo müəllifi Bahadır Özdenərdir. Çox videolarımda Bahadır Özdenəri nə qədər sevdiyimi və onun qələminin gücünü qeyd etmişəm. Bilməyənlər üçün deyim ki, Razi Şaşmazla birlikdə Qutlar Vasi və Qutlar Vasi Pusunun ən gözəl bölümlərinin müəlliflərindən biridir. Həmçinin Eşqiyə Dünyaya Hökmdar Olma serialının da senaryo müəllifidir. Razi Şaşmazla ayrı işlədiyib layihələr arasında Hududsuz Sevda da var. Bilmirəm bu iki dahi yazar Bahadır Özdenər və Razi Şaşmaz bəxtimi gətirmir, yoxsa onların öz işlərində problemlər mi yaşayırlar, kaprizlərmi, şəxsi məsələlərdir, ya da sektoral çətinliklər nədirsə, bu adamların bütün layihələri yarımçıq qalır. Məsələn, Qutlar Vasi Pusu yarımçıq buraxdılar. Dedi, yəni tamam, normal bir şeydir, təbii haldır. Bu ikili dayanmadılar, gəldilər Eşqiyə Dünyaya Hökmdar Olmaz kimi əfsanəvi bir serial yaratdılar. Lakin orada da başlarına gəlməyən qalmadı və o serialda yarımçıq qaldı. Maraqlısı budur ki, bu ikili serialdan ayrıldıqdan sonra layihələr davam etsə də axırda bu iki serialın talihi də yaxşı getməmişdi. Bahadır Özdenərin uğuruna uğur qatara yenə də bir layihəyə imza atdı. Hududsuz Sevdanı ortaya çıxaraq yenə həyatına davam etdi. Hətta deyirlər ki, arxa planda Razi Şaşmaz da bu layihəyə müəyyən qədər qatqısı olub, amma bu dəqiq məlumat deyil. Serial möhtəşəm 2 sezon keçirdi. Arda-arda günün birincisi oldu. İzləyicini ekran qarşısına kitləmişdi. Amma nə oldusa, ikinci sezonun sonunda əsas qadın personaj öldürüldü və tezbazar bütün mövzular bağlanıb sezon finalına çıxıldı. Sonradan xəbər çıxdı ki, serialın adı dəyişdirərək hal oldu. 4-5 aktyor istisna olmaqla demək olar ki, bütün heyətlə vidalaşdı. Hətta məkanları belə dəyişdirərək İstanbula keçirildi. Dedi ki, yəqin ssenari tükənib yeni konseptə keçirilir. Onsuz da Halil İbrahimi kim olduğu axıra qədər açılmamışdı. Dövlətə mi işləyirdimi, mafiya idimi bəlli deyildi. Fikirləşdik ki, bəlkə bu 3-cü sezonda daha geniş şəkildə göstərəcəklər. Yay boyunca düz 3 ay 7 sezonu səbirsizliklə gözləndik. Amma avqustda xəbər gəldi ki, bu dəfə serialın adı Yeraltı olaraq dəyişdirildi. Amma artıq Hududsuz Sevda ilə bir əlaqəsi qalmayıb. Baş rol aktyoru Dənizcan Aktaş qalsa da bütün əsas heyətlərin yolları ayrılıb. Onun canlandırdığı Halil İbrahim obrazının adı da dəyişdirilərək artıq Hali Aydar olub. Dönər kadrodan kimlərsə geri dönərmi bilmirəm. Amma bu layihənin artıq Hududsuz Sevda ilə birbaşa əlaqəsi olacağına inanmıram. Yeni kadroda isə Devrim Özkan və Uraz Qaydıraoğlu kimi güclü adlar daxil edilib. Açığı heyət pis görsənmir, amma nə yalan deyim, mən Hududsuz Sevdanın davamını gözləyirəm. Ümumiyyətlə Bahadır Özdenərin bütün işləri ürəyimdə yarımçıq qaldı. Bəlkə də bu serial da nəinki mənə bütün izləyicilərinə özünü sevdirəcək. Amma bir qorxum var. Ya bu da yarımçıq qalacaqsa?